Deməli, sinüs və kosinüs funksiyasına baxaq müəllimə. Gəlin burada uşaqlar. Sinüs kosinüs nədir? Bundan əvvəl əsas eyniliklər var. Qəşəng mövzudur uşaqlar. Şirin suallar var. Burada baxaq suallara əsas trigonometrik eyniliklərdən danışır. Hə. Birinizdə nə görürsünüz? Müxtəsər deyil bu. Amma yer dəyişmə eliblər. Biz həmişə hara baxırdıq müxtəsər və masütürünə, çıxmaya baxırdıq. Bu nəyə nasıl olacaq? A-nın kvadratı çıxılsın B-nin kvadratı. Yəni ana yenə durubdur. Kosinüs kvadratı çıxılsın nə yazdım? 1. Burada yenə çıxmaya baxıram. Nə yazmalıyam? Bu işarəni görürsünüz. Topla. Sonra sinüs kvadratı çıxaq 1. Kosinüs kvadratından sinüs kvadratı sənə nəyi verir? 1'i. O 1'i də bu 1'i aparsa yerdə nə qalır? Mənfi 1. Düzdür. Gəldik digər məsələyə. Burada yazılan qaydalar və bir çıxaq sinüs kvadratı bizə nəyi verir? Kosinüs kvadratı. Tangens nə deməkdir? Tangens sinüs kvadratı bölünsün kosinüs kvadratı. Vurulsun kosinüs kvadratı. Geçsə nə qalır burada? Bu da qalır yenə 1. Çətin olmuş ki. Demişdik də, tangens kotangens görəndə heç nə deyəmirsinizsə sadəcə açın. Uşaqlar, sinüs 1, bunu yazmaq üçün bir neçə yolunuz var. Biri cədvəl qiymət. Sinüs 1-i nə vaxt alır? Sinüs 1-i. Sinüs 1-i alır 90'da. Bəs, demək 90 dərəcədən danışırıq. Bəs 90 dərəcədə kosinüs neçə olur? 0. Kotangens özü nə deməkdir? Kosinüs bölü sinüsdur. Onu sən 0-ı nəyəsə bölsən, yenə 0 eləyəcək də, 0-dan fərqli. Cavab elədir 0. Bu misalda diqqətlə baxaq. Nə iş görürsünüz? Nə düşünürsünüz? Biz birə ədəd kimi baxmırıq da, trigonometriyada alim. Birə eynilik kimi baxırıq. Biri yenə nə yaza bilərik? Sinüs kvadrat plus kosinüs kvadrat. Başa düşdükdə biz birə ədəd kimi baxmırıq, eynilik kimi baxırıq. Belə olanda bunlar nə edir? Gedər. Nə qalır? 2 dənə sinüs kvadrat. Bunlar da gedər. 2 ilə 4 gedər, nə qalır? 0.5. Çətin olmaz ki. 5-ci sual. Eyni gedişat. Bunu bir də siz fərqli yazın. Birdən sinüs kvadratı çıxanda kosinüs kvadratı üstə gəlsin, bir dənə də kosinüs kvadratı. 2 kosinüs kvadratı. Dönsün kosinüs kvadratı. Görürsünüz, ya qruplaşdırma eləyirəm, ya da açma eləyirəm. Hansını istəsəm eləyə bilirəm. Düzdür. Gəldik yazılmayan qaydalardan biri bu. Demişdik ki, sinüslə kosinüsün toplaması varsa, vurması varsa nə iş görürdük? Nə iş görürdük? Kim yadındadır? Kvadratı yüksəltmə. Bax, cəmlə hasil varsa, cəm olan sənə kvadratı yüksəldirlər. Cəm və hasil varsa belə deyilik. Bizim qaydada vardır. Sol tərəf asılış nə verir? Sinüs kvadratı üstə gəlsin, kosinüs kvadratı üstə gəlsin, 2 vurulsun, sinüs vurulsun, kosinüs bərabər oldu neçəyə? 2'ye. Bizə nə verdi? 1. 2-dən 1 çıxanda 1. 2 vurulsun, sinüs vurulsun, kosinüs bərabər oldu 1'ə. Sinüs vurulsun, kosinüs də bərabər oldu 2'yə 1'ə. Yəni ki, avariyat. Sinüslə kosinüsün toplanması və vurması bir yerdə varsa nə iş görəcəksiniz? Hansı tərəf hər tərəf dediniz? Toplama tərəfi kvadratı yüksəldirsiniz. 7-ci sualda düşüncəniz nədir uşaqlar? Nə edək? Tangens açaq birinci. Tangens kotangensin nə idi? Ona görə bundan hasılı bizə verir. Tangens kotangens. Bunlar nə edək? Düstur deyil axı. Mənfini qabağa assaydı. Sinüs kvadrat plus kosinüs kvadrat bizə nəyə verərdi? Mənfi 1 plus 1 elədi. 8 indi izah edir. Neyini yemədi? Hansı tərəfdə? Toplama çıxma olan tərəfdə kvadratı yüksəldirsən. Sinüs kvadratı üstə gəlsin kosinüs kvadratı, sonra 2 sinüs kosinüs bərabər oldu 4'də 1'ə. Bu necə nəyə verdi? 1. Bu tərəfə keçsən 1-dən 4'də 1 çıxan nəyə qədər qalacaq? 4'də 3 bərabər 2 vuraq sinüs vur kosinüs. Hər tərəfdə 2'yə bölsən nə verəcək uşaqlar? 3 bölünsün 8. 4'də 3'ü böləndə 2'də 1 kimi tərsinə gəldi də bura. Olur sinüs vurulsun kosinüs. Elə 3 bölünsün 8. Çətin olmadı ki, başa düşülür də. Deməli, 9-cu sualda hardan başlayarsınız? Mötərizənin içindən. O bir yol. Elə mötərizənin içindən başlayır. Orta məhrəz nədir burada? Orta məhrəz sinüs kvadratıdır. Sürətdə nə yazarsınız? Çarpaz vuranda. 1 çıxılsın sinüs kvadrat. 1 çıxılsın sinüs kvadrat nə deməkdir? Məhrəzli oldu sinüs kvadrat. Tangens onda nə iş görürsünüz? Necə asılır? Bir elədi eləmədi. 10 sual başa düşüldü. 11-i nə edirsiniz təşrif? Hər tərəfi kvadratı yüksəldir. Kvadratı yüksəlsə nə verir? 5 çıxaq kosinüs kvadratı bərabər oldu. Bunu bu tərəfə aslan. 5'dən 4 çıxan nə qalır? 1 bərabər kosinüs kvadratı. Bəlkə bunu o tərəfə keçsək olar. 1 çıxaq kosinüs kvadratı bərabər oldu nəyə? Bəs bizə nə verir?
Sinüs kvadratı 0-dırsa sinüsün özü nə olmalıdır? 0 olmalıdır. Yəni ki, C var. 12 başa düşüldü. Sonra 10 üstə nə edirsiniz? Yaxşı sualdan deyil. Mütərizən için orta məhdəs. Çarpaz vursan. 1 çıxar kosinüs kvadratı. 1 çıxar kosinüs kvadratı. Məhdəzdə oldu. 1 böl tangens kvadratı uşaqlar. Tangensin tərsi deməkdir. Nə deməkdir? Normalda tangens nə idi? Amma 1 böləkdə onun tərsi. Görürsünüz, nə asan bölməlidir. Burada A-nı B-yə nə eləməlisiniz? Cavab nə olar? 12. 3-ü 4-ə vursan 12, tangensi kotangensə vursan 1. 17-də nə edirsiniz birinci? Kotangens necə asılır? Kosinüs bölü sinüs də gəlsin kosinüs. Düzdürmü? 2 kosinüs sayfa. Yaxşı, 18-i nə edirsiniz? Az önce öyrətmişdim. 18-i yalan dediyimiz kimi hər tərəfi sinüsə bölünür. Ayşə, kotangens nə deməkdir? Kotangens kosinüs bölünsün, sinüs deməkdir. Bəli. Kosinüs sayfa bölünsün nə deməkdir? Mən hər tərəfi nəyə bölməliyim? Bunu böldüm sinusa, aha. Sonra sinusa, sonra sinusa, sinusa. Sinusu sinusa bölsən 1, kosinüsü sinusa bölsən 2 kotangens. Məxrəcdə alfası da var, alfanı yazdıram mən. 1 çıxısı nə olacaqdır? Yenə 2 dənə kotangens alfa. Kotangens alfanın qiyməti var. Neçədir? Mənfidir. Onda sürətdə nə oldu? 1 üstə gəlsin, D. Aşağıda 1 çıxısın, 2 vurursun, mənfidir. Qeyri-adi bir şey var mı? Fərqli sual var. Hə? Fərqli sual var. 19 belə düşüldü. Onsa keçsən fücəz. 20-də nə edirsən? 20-də nə edirsən? Mənfəni çıxardan Mənfəni çıxarsan qabağa nə verir sənə? 1-i verər. Düzdürmü? 21-də nə edirsən? Orada yox. Mənim şey kimi. Kotangens müxtəsər getməyəcək. Çünki burada 3 dənə ifadə edir. 3 dənə olsaydı müxtəsər bilərdik. Kotangens kosinüs bölünsün nə deməkdir? Sinüs. Biz burada nəyə böldük? Sinusa. Biz nəyə sinusa böldük? Burada ən yüksək dərəcə sinusda idi. Bir dənə diqqətlə bax, dərəcə söhbəti var. Kotangens nə deməkdir? Kosinüs alfa bölünsün nə deməkdir? Sinus alfa deməkdir. Burada sinus da var misalda. Sinusun kvadratı da var, sinusun nəyi var? Kubu da var. Yüksək dərəcəyə bölürlər. Başa düşdünüz? Ən yüksək dərəcə hansını sonra bölürlər. O üstünə niyə bölmədik? O üstünə hamısında 1 dərəcə idi. Ona görə. Bəs biz burada nəyə bölsək daha sürətli gedərik? Daha sürətli uşaqlar. Sinusun nəyinə? Kubuna. Bunu da bölün sinusun kubuna. Bunu da bölün sinusun kubuna. Bunu da bölün sinusun kubuna. Hasili böləndə ikisi bir yerdə gedir də. Sinusun kubuna. Kosinüs kubunu sinüs kubuna bölsək nə verəcəkdir? Kotangensin nəyi? Kubu. Kotangens kubu alfa. Çıxılsın yenə nə? 1. Gəldik məxrəcə. 1 çıxılsın. Bu kubla bu gedər, getməz. Nə qalar? 2 vurulsun. Kosinüs bölünsün, sinus. O da bizə nəyə verər? 2 kotangens nəyə verir uşaqlar? Alfanı verir. Kotangens alfanın qiyməti neçədir? Mənfi 1. Gətirib yerinə mənfi 1 qoyub hesablayır bilər. Variant 2. Kotangens nə deməkdir? Kosinüs bölünsün, neçəyə bərabər oldu? Mənfi 1-ə. Çarpaz vur. Harada kosinüs görürəmsə, yenə mənfi sinüs qoyub hesablayır bilər. Biraz daha çəkindən asanlaşdırım. Kosinüsün yerinə sinüsün əmsalını qoyaram. Nə qoyaram yəni? Mənfi. Sinusun yerinə kosinüsün əmsalını qoyaram 1. Ətrafını sağ olsa, bir dənə bura nə edirsən? Kartof yazırsan, pis yox. Qardıcı. Başa düşüldü də, hamısı belə gedir. 22-də nə edirsiniz? İstəndi. Baxdaş. Bəs 22-də nə edirsiniz? Yuxarı. Bir çıxan kosinüs var, nə verir? Sinusun kvadratıdır. Kvadrat keçsə nə qalır? Sinüs bölünsün kosinüs. Yəni nə? 24-də başa 24-də nə edirsiniz daha qəşəng? Necə açarsan? Ay yaşa. Bir çıxaq kosinüs kvadrat açdım. Sonra nə edeyim? Onda bir kvadrat çıxılsın kosinüs. Sonra necə edeyim? Bir dəfə çıxma, bir dəfə toplama. Toplamalar geçsin. Bunlar da geçsin, qalsındır. Çətin olmadı. Gəldik bura. 26-da nə edirsiniz? Tangensin kotangensi açıq ixtisarda var edib, sonra cavablamaq. Mən də sinusu çıxardıram. Tangens nə deməkdir? Sinus böl kosinüs. Sonra kotangesdə kosinüs böl sinus. Orta məxrəc. Çarpaz vursan nə verdi bizə? 1. Qabaqda nə var? Sinus.
Belə dedik də. 28-də nə edirsən? Aha. Kotanist mənfi nə vaxtlar bilirsiniz? Bilmirik. O zaman kimi çağırırıq? Körpü. Körpü. Üçbüzaq. Trigonometrik funksiyalardan hər hansı bir şeyi veribsə, funksiyalardan birini veribsə, yerdə qalanları soruşursa və bu qiyməti sən bilmirsənsə, cədvəl qiyməti bilmirsənsə, üçbuzağı çağırırsan köməyə. Kotanist nə deməkdir? Bitişik katet bölünsün qarşı katet. Bura alfa yazsam. Burada bitişik katet neçədir, qarşı katet neçədir? Bu mənfi rübə görə işarə mənfisidir. Katetin mənfisi olmaz. Bitişik katet nə qədərdir burada? Bitişik katet 2-dir. Qarşı katet nə qədərdir? 1. Bura 2 yazdım. Bura 1 yazdım. Bir dənə də Pifagoru çağır. Sənə nə lazımdır? Bitişik 2 yazmaq lazım idi, hə? Mənfi 2 Bura bəs 1. orada. Necə? Mənfi 2 bəs. Mənfi rübə mənfisini axırda izah edəcəm. Əvvəlcə sinus sayfanı tapaq. Sinus sayfa nəyinə nisbət edir? Qarşı katetin qədəmazına nisbət. 1/3-dür. Necə mənfiyə baxaq? Bu neçənci rübdür? Bu 270 ilə 360 arasındadırsa 4-cü rübdür. 4-cü rübdə sinusun işarəsi nə olur? Sinusun işarəsi buralarda müsbətdir, buralarda mənfidir. Demək, tapdığım cavabın qabağına nə qoymalıyam? Mənfi. 4-cü rübdə kotangesin işarəsi nədir? Mənfi. O mənfi katetin mənfisi deyil, rübün mənfisidir. Başa düşülür. Çətin deyil ki. Nə qəşə olur. Deməli, 29 kim sualdır? Nə demək olar? Mənim sualımdır. Bir çap kosinus kvadrat nə verir? Sinus kvadrat. Tangens nə deməkdir? Tangens, bunu belə yazsan, açanda məncə biraz seçiləcəkdir. Sinus kvadratı vurursun, nə oldu bu? Tangens kvadratı, sonra çıxılsın, tangens kvadratı, üstə gəlsin 1. Mən bir sən nə eləmək istəyirəm? Bunu açmaq istəmirəm. İstəyirəm orta furu falan çıxardam. Tangens alfanın düsturu var idi ya, oxusu görürəm. Allah uzayız. Neyimdən? Orta furu çıxarda bilirəm də. Tangens kvadratı çıxanda nə qalır? Sinus kvadratı çıxaq 1, üstə gəlsin yerdə qaldı 1. Sinus kvadratı çıxaq 1 nə deməkdir? Yox. 1 çıxaq sinus kvadratı kosinus kvadratı. Bunun Kosinus mənfi kvadratı mənfi kosinus kvadratı. Oldu tangens kvadratı vurursun nə? Mənfi kosinus kvadratı üstə gəlsinlər 1. Tangensin özü nə deməkdir? Vurursun kosinus. Vurursun nə oldu? Mənfi kosinus kvadratı plus 1. Görsən nə verir? Mənfi, bəli, sinus kvadratı plus 1 verir. Bu da təzdən bir də kosinus kvadratını verir. Çətin olmaz ki, Çox maraqlıdır. orta furu çıxardıram. Heç dinləmirəm uşaqlar. 30-da nə edirsən? 30'da muxtəsər. Bu muxtəsər necədir? De. Kosinüsun üstə gəlsin. Üstə gəlsin. Mötərizənin sinəsə görməlisiz. Bundan zəmimizə nə verir? Bu ifadə alınır. Getdi. Sonrada kosinüs kosinüs. Çətin olmadı. Uşaqlar, gələk baxaq şirin məzəli suallardan. 31-ci sual. 31-ci sualı tapsaz mənə deyirsiniz. Mən taparam mən. Tamam. Bax, siz deyən olar məntiqlə. Mən Tangens təmin asma edirəm. olar. Orada mənə soxulacaq. Yəni, Sonra ortaq başqa rəqs. Beş müxtəsər gedək. burada müxtəsər hansı hissədədir? Bir üstə gəlsin. Gəlir, müxtəsər mənlə. Uşaqlar, müxtəsər eləyə bilərsən, içərisini aça bilərsən, bir neçə variantın var. Mütərizənin içərisində bu ikisini qruplaşdırsan, buna A desən, buna B desən, bunları da qruplaşdır, buna A deyib, buna B desən, müxtəsər görünür, görünmür. Hansı müxtəsərdir? Açıq bir asıl yazılır. A budur, B budur. A plus B vurursun nədir bu? A minus B. A-nın yerinə durubdur bizim misalda. A-nın yerinə. 1 plus tangensin kvadratı, çıxılsın nə yazmalıydım? 1 bölünsün kosinus kvadratı. Vurursun da vaxtda nə var uşaqlar? Kosinus kvadratı. Tangens necə açılır? Sinus kosinus. Sonra bunu açıb ortaq mərhələsindən davam edə bilər. Nə Baxarsınız, sual uzundur, çirkindir. Saxladım sizə, özüm qəşəng suallar yazdım. 32-ni nə edirsiniz? 32 bəlkə yazdıq da, elə bir kəni necə yazdıq? Bəlkə nə yazsaq, davam gedəcək, sıxıntı yoxdur. Keçdi fərqli suallar bana uşaqlar, biraz fərqli suallar görmək istəyirəm. 33-də, yəqin ki, bura baxanda hər kəs nəsə görür. Nə görür? Birincinin kvadratı. Bu nə demək onsuz da? 9 yəni nə deməkdir? 3-də birin kvadratı nə olacaq? Çıxılsın, sinus kvadratı. Bəs bu hansı müxtəsərdir? Çıxmaya baxırsınız. O da yeni. Bunun kvadratı 9'da 8 çıxılsın, kosinus kvadratı. Bizə biz aslında nə verdik? 1'i. Mənfini qabağa çıxarsan, yenə 1'i verər də. Nə verirdi sənə?
Gəldik buradan düzgün nəzəri suallardan 34-də. 34-də nə istəyir? 34-35 oxşardır, yoxsa oxşar deyil, kotanesi 34-də var. mənim. Aha. Kub məsələsi kimi yazmaq olar. Altına 200 yazmaq olar. Kvadratın kubu, kubun kvadratı. Sizcə hansıdır? Niyə? Çünki kvadratın. Kvadratın üstü. Çünki burada 3 AB var. Bəli. Muxtəsər olmaq üstünün 3 AB-nin əlaməsi var. Bu 3 həmin 3 buradakı 3-dür, onu göstərir. Demək, biz bunu necə yazırıq? Belə yazmısınız, yoxsa yox? Belə yazmaq olar daha doğrusu. Biz bunu A kubu belə yazırıq. A-nın kubu üstəgəlinsin, B-nin kubu yazırıq. Bir dənə baxın uşaqlar. Bəsit bir şeydir. Açılışı necə olacaqdır? Bunu deyin. A üstəgəlinsin, B-nin kubu çıxılsın. A plus B kubunun açılışını yazıram. 3 vurulsun, A vurulsun, B. Sonra bir də A üstəgəlinsin, B. Mən bu düstur yazıram, kvadratı yazmıram ki, kubu yazıram. A kubu plus B kubu nəyə bərabərdir? A plus B-nin kubu çıxılsın, 3AB vurulsun, A plus B yazıram. Başa düşürsün nə deyirəm? Yaş, bunun toplanması sənə nəyə verir? 1. Və bu nəyə verir? O deyil. 1. Oldu nə? 1. Çıxma var ya, hara toplayalım? 3 vurulsun bu ifadə, bir də vurulsun 1. Yəni nə? 3 vurulsun sinusun kvadratı, bura kosinusun kvadratı. Kitabdakı bu ifadəni görürsünüz. Qoyublar ki, bunlar neyin əsin? İslah geçsin, yerdə nə qalsın? 1. Bildiniz nəyə görə o ifadəyə getdik? 35 haqqında nə düşünürsünüz? Bu da həmçində mən. Yox. 35-də daha da bəsit düşünmüyorlar. Bir kvadratı. Ortadan başlasın daha rahat olar. Ortadan başlayın. Ortadan başlayın. Sinüs kvadratı. Kotanez nə deməkdir? Sinüs məsələn. Kosinüs. Kotanez nə deməkdir? Kosinüs kvadratı bölü sinüs kvadratı. Belə etsən nə baş verər? Sinüs kvadratı. Biri geçsə nə qalır burada? 2 sinüs kvadratı, kosinüs kvadratı. İndi bu ifadəyə düstur kimi baxın. Ay sağ ol. Bunu kvadratın kvadratı yaz və belə deyirdiniz. Bunu da kvadratın kvadratı. Bu hansı muxtəsər olur? Hansı muxtəsər olur? Sinüs kvadratı, kosinüs kvadratın kvadratı. O da bizə verir 1. 36 yəqin ki eynisidir, sadəcə yerini dəyişiblər. 37 neyini yersiniz? Tam gəl sinüs bölməyinə. Kosinüs bölməyinə. 2 kosinüsə bölünə alasınız. 3 bucaq. Ay sağ ol. O zaman 3 bucaq. Hə, ən yaxşı 3 bucaq. Tanesi nə deməkdir? Qarşı katet bölünsün, bitişik katet. Qarşı katet bölünsün, bitişik katet. Qarşıdakı katet nə qədər olacaqdır? 2, bura nə qədər oldu? 1, bura nə qədər oldu? 5. Sinüs sayfanı tapın da buradan. Sinüs sayfa nə olacaqdır? 2 bölü 3,5. Kosinüs sayfanı tapın buradan tez-tez. 1 bölünsün 3,5. Bunların kvadratı var axı. Sinüs kvadratı olduğuna görə sən bunun kvadratını yazmalısan. 3 vurursun 4 bölünsün 5, topla 2. Məxrəcdə 4 üstələnsin 5 vurursun. 1 bölünsün neçə oldu? 5. Çətin bir şey yoxdur ki. Nə zaman şübcaq qaydası edirsən, görsən ki bir dənə ədəd var, o zaman şübcaq qaydasından istifadə edir. 38-də nə edirsən? 38-də nə edirsən? Yenə şübcaq edirsən, çünki belə bir qiyməti mən bilmirəm. Bu sual uşaqlar bayaqki sualdan eyni şeydir. Kotanez nəyə nisbət edir? QK. Aha. Bitişik katet nə qədər oldu? 8, qarşıdakı katet 15, Pifagor ədədlərindən sağır gəlsin 17. Sinüs nə deməkdir? Sinüs 15 bölünsün nə yazmalısan? Qarşı katetin nifbət 10-a nisbətdir. Rübə bax, bu neçənci rübdür? İkinci rüb. İkinci rübdəki işarəsi? Sinüsün ikinci rübdəki işarəsi xeyli olar. Sinüs 1-nin ikinci rübdə müsbət. Bəs bu niyə mənfidir? Bu kosinüsün mənfisidir, ikinci rübün mənfisidir. Heç nə, bu qiyməti orada yerinə qoyub hesablayacaqsınız. Qeyri-adi bir şey var? Yox. 39-da nə edirsiniz? Üçbucaq olar. Üçbucaq həmişə keçərlidir. Amma daha qısa yolu etdikdə və yaxud bölmək yolu. Kotanez nə deməkdir? Üçbucağı hər yerdə eləyə bilərsiniz. Hər yerdə. Amma burada bölmə daha sürətlidir. Kotanez nə deməkdir? Kosinüs bölünsün nə deməkdir? Sinüs. Burada sinüs da var. Sinüsün nəyi də var? Kvadratı. Ən yüksək dərəcə bölür. Hamısını nəyə böləsiniz? Sinüs kvadratına böləsiniz. Bunu da böldüm sinüs kvadratına. Bunu da böldüm sinüs kvadratına. Sinüs kvadratı, sinüs kvadratı. Orada kosinüs kvadratı, sinüs kvadratı, orada kotanüs kvadratı verir. Bunun biri gelir, getmir. Nə qalır? Yəni nə? 100 kotanüs. Üstə gəlsin. Bölsə nə verir? Normalda kotanüs verir. Bu da kotanüsün nəyə verir? Kvadrat. Aşağıda 1 çıxılsın, 2 vurursun, kotanüsün nəyi? Kotanüsün öz qiyməti var. 2, 4. Özünə 2, kvadratına nə qoyarsan? 4 qoyub hesablayırsan. Belə bir şey varmı? 40-cı sualın burada yeri yoxdur. Geri zəkalıda bunu səhv edib burası var, amma yenə izah edeyim.
Bunun üçün siz sinüs 2 alfa asılışını keçəndən bilməlisiniz. Keçəndən xatırlamalısınız da. Yəni bu ilə əlaqəsi yoxdur. Sinüs 2 alfa nəyə bərabər idi? 2 vurursun sinüs x vurursun kosinüs x. Bu ifadənin üstür olması nəyə çatışmır? Hər tərəfi 2-yə vurması. 2-yə çatışmır. Bunu 2-yə bölürəm, bir də 2-yə nə edirəm? Vururam. 2-yə niyə vururam ki? Üstür arasın. 2-yə niyə bölürəm? Çünki durduq yerdə 2-yə vurmuşam da sürətlə məxrəci vurmam. Kəsinin sürəti sizə nəyi verir? Sinüs 2x-i verir. Məxrəcdə nə oldu? 2-yə çıxılsın 2 verir. Mən sinüslə bağlı dəyişkəsində demişdim. Qiymətlər çoxluq hansı araqda dəyişir? Mənfi 1 ilə müsbət 1 arasında. Mən yəni sürətdə bir dəfə yerinə mənfi 1 qoyub hesablayacağım. Mən yerinə bütövlükdə bir dəfə də nə qoyub hesablayacağım? Müsbət 1 qoyub hesablayacağım. 41 də başa düşüldü, eyni sualdandır. 42-də nə edirsiniz? Hə, bu sual təzədən yazmalıyım. Sinüs 2 alfa nəyə bərabər oldu? Deyim bir də yazaq. Sinüs 2 alfa nəyə bərabərdir? 2 vurursun, sinüs x vurursun, sinüs x. Burada kvadrat varsa hər tərəfi nə eləməliyəm? Hər tərəfi kvadrat hesablaymalıyam. Hər tərəfə kvadrat hesablayanda bu kvadrat hara gəlir? 4 sinüs kvadrat 4. Bu kvadrat sadəcə funksiyaya aiddir. Bunlara heç bir aidiyyəti yoxdur. Nə olur onda? Sinüs kvadratı bir daha deyim. Bu kvadratda ancaq sinüs aidiyyəti var. Bunlara aidiyyəti yoxdur. Sinüs kvadratı 2x. Bu kvadratın kimə aidiyyəti var? Buna ayrı, buna ayrı, buna ayrı. 4 vurursun nə? Sinüs kvadrat x vurursun nə yazmalıyam? Sinüs kvadrat x. Bu ifadənin, bu düzət oxşaması nəyə çatışmır? 4'ü. Onda mən nə eləməliyim? 4'ə vur, 4'ə böl. 4'ə vurandan sonra bu ifadənin yerinə mən nə yaza bilirəm? Onda sürətdə nə oldu? Sinüs kvadratı neçə? 2x, məxrəcdə neçə oldu? 4 plus 3. Normalda sinüsün qiyməti. Uşaqlar, sinüsün qiyməti sinüsün qiyməti mənfi 1 arasındadır. Bəs sinüs kvadratının qiyməti səncə hansı araqda dəyişə bilər? 0,1 deyə bilərsən də, mənfi 1-dən deyənməzsən 1-ə qədər. Kvadrat olmasa nə deyəsən? Amma kvadrat olan yerdə mənfi olmur axı. Onda kvadrat olan nə deyirsən? 0,1. Yəni bir dəfə yerinə 0 qoyub hesablayıram, düzdən əlini. Bir dəfə də nə edirəm? 1 qoyub hesablayıram. Bu da olur qiymətlər çoxluğunun tapılması. Başa düşüldü. Var sual. Nə qədər fərqli sual varsa baxaq uşaqlar. Bu bölməni bitirə bilərəmmi? Biraz dəyişmək lazımdır. 43-ün izah elədi burada. Seviniz, nə eləmək lazımdır? 4'ə vur, 4'ə vur. 44'də nə eləyərsiniz? Açılışı ola bilər. Açılışdan gedəcəksiniz. Bu bloklara aid sualdır. Bunu əlavə müxtəsər kimi açarsınız. Bir də bunu hər tərəfin kvadrat yüksəltmək lazım olacaq sizə. Bax, deyirəm, bloklar üçün ondan sonra. 45-də eyni vəziyyət ediləcəkdir. Bilsin, hasil lazımdır. Bunun açılışın 2 cür düsturu var. Hansı düsturu var? Əsası var, əlavəsi var. Burada əsas yox, sənə əsas da bilə bilərsən. Amma əlavə də bilə bilərsən. Hansını eləyirsən, hasil lazımdır. Hasil lazımdırsa, bunun hər tərəfin kvadrat yüksəldib, hasil tapıb gedəcəksən. Baxarsınız, alınmasa göstərəcəm. Göstərimdir. Hər tərəfin kvadrat yüksəlində baş verir. Kvadrat yüksəlində. Olur sinüs kvadratı, üstə gələnsin kosinüs kvadratı. Üstə gələnsin 2 vurursun, nə? Sinüs vurursun, kosinüs bərabər oldu nəyə? A var. Toplanması da nəyə verdi? Toplanması 1 verdi. Biri atın o tərəfə. Onda sinüs vuraq kosinüs nəyə bərabər olacaqdır? A kvadratı çıxaq 1 bölünsün 2'yə. Bunu əlavə müxtəsərdən yazaq. Əlavə müxtəsər necə idi? Sinüs plus kosinüsun kubu, çıxılsın 3 vurursun, sinüs vurursun kosinüs. Bir də nə yazmalıyam? Sinüs plus kosinüs. Məxrəcdə nə var? 2. Sinüs plus kosinüsün yenə nə qoymalıyam? A-nın kubu, çıxılsın 3 vurursun. Vurmanı yenə nə qoymalıyam? Bəs bunu yenə nə qoymalıyam? A. 3A vurulsun nə? 2-də A kvadratı çıxaq 1, məxrəcə nə qoymalıyam? 2. Bundan sonra toplama çıxma ilə bir dənə nəyə diqqətli olmalısan? A kvadratı, vurma bölməyə diqqətli olsan hesablayacaqsan. Qeyrət bir şey yox. Başa düşürdü 45-44-ün gedişatı. 46-da, bu da fərqli. Əvvəlcə siz burada 6 nə edirsiniz? Qabağa çağırırsınız. 4-də necə yazılır? Kvadratın kvadratı. Üstə gəlinsin, kosinüs kvadratının kvadratı. 4 dərəcəni yenə müxtəsərdən açsaq. Zaten bunun 2 dənə düsturu var. 4 dərəcələri biz necə açmalıyıq? Ümumiyyətlə, kvadratın açılışının 2 gedişatı var. Bax, biz bunu bir dəfə toplamaya görə yazırıq, bir dəfə çıxmaya görə yaza bilərik. Bizə trigonometriya məsələlərinin içərisində toplama lazımdır. Niyə toplama lazımdır, onu göstərim. Biz bunu toplamaya görə yazsaq nə yazmalıyıq? Sinüs kvadrat plus kosinüs kvadrat çıxılsın nə yazmalıyıq? 2 vurursun, sonra sinüs kvadrat bıraq, kosinüs kvadrat. Mən bunu toplama yazmalıyım ki, bizə nəyi versin? Bu bizə 1'i versin.
Oldu 6 vurulsun, 1 çıxılsın bu ifadə. 2 vurulsun, sinus kvadrat, kosinus kvadrat. Bir də buna baxaq görək, inşallah ki, bunu silməmişik. Dedi ki, sinus kvadrat 2x-in asılışı necədir? Sinus kvadrat 2x-in asılışı necədir? 4 vurulsun, sinus kvadrat, kosinus kvadrat. Baxın, görün o ifadənin üstüra gəlməsi üçün nəyə çatışmır? Yox, bunun ikisi 4 olması üçün ikisi çatışır. 2-yə vurub 2-yə böləcəm. 2-yə vuranda bu ifadə necə yığılacaqdır? Sinus kvadratı neçə x olur? Bayaq dedik axı, sinus kvadratı 2x. Məxrəcdə neçə vardı uşaqlar? 2. Mənfi 1 müsbət 1. Kvadrat olanda mənfi müsbət 1 demirdik də. Kvadrat olanda nə deyirdik? 0,1 qoyub hesablayasınız. Bunun yerinə 0, bunun yerinə 1. Yolda gedəndə. Ən çox sizin suallar. Olacaq. 4 dərəcə 1-li sardan keçir. 48-də nə demişdik bayaq? Nə dedik? Nəsə dedik? Hansı tərəfin? Çıxma tərəfi. Çıxmanın bir tərəfi var axı. Amma vurulan tərəfi yüksəkdir. Onda bura x deyib kvadratı yüksəltməliyəm. Deməli, toplama çıxmanı yüksəltməlisiniz. Deyirəm, bunun bir tərəfi var. Onda nə edək? Bura bir x deyək, kvadratı yüksəltək. Üçün kvadratı. Bu nasıl? Üstə gəlsin, çıxılsın, 2 vurursun, sinus kvadrat, kosinus neçəyə bərabər oldu? X kvadrat. Bunun yerinə qoyarsan? 1. Qabaqda nə var idi? Sinus kvadrat, kosinus yerinə qoyarsan? 3 bölünsün 8. Bərabər oldu nəyə? Burada 2 dənə qiymət çalacaq. Biri müsbət, biri mənfi. Hansı götürəsən? Niyə? Çünki buradakı ifadə mod ifadədir. Mod ifadədən mənfi çıxma şansı yox. Bildiniz hansı hissə kvadrat işlərinir? Hansı hissə? Toplama. Toplamanın bir hissəsi var, nə eləməlisən? X demək 2 üstü olsun, sonra geçsin. Əndə nə edirsiniz? Sinus kvadratını mən də razılaşdım. Çıxartdım, nə qalsın? Bir çıxas sinus kvadrat. Bir çıxas sinus kvadrat nə verir? Səbirli ol. Bizə verir kosinus kvadrat. Biz mənfi kosinus kvadrat. Normal kosinus kvadrat. Üstə gəlsin kosinus 4 dərəcə. Sonra nə edeyim? Kosinus kvadratını çıxarım. Nə qalsın? Bu da bizə nəyi versin Məhəmməd? 1. Aşağıda da eyni şey edib davam edəcəm. Başa düşdük də. Bildiniz nə edirsiniz? 2-2 gedirik. Nəyi çıxardırsan? Sonra yenə, sonra yenə, sonra yenə. 51-ci sualda yuxarıda 7-dən istifadə edərək cavab edim artıq. Vuruqları ayırıq. Hansı ədlərdə? Hasilə 6, cəmi 5, 2 ilə 3. Bura x olanda x yazırıq, Məhəmməd. Sinus olanda mən nə yazmalıyam? Sinus. Çıxılsın nə? 2, bir də sinus çıxar 3. Niyə 2-3 yazdıq ki? Bilirsiniz ki, köklər həmişə necə yazılırdı? Əksinə. Bunun kökləri neçədir? Mənfi 2 ilə. Bu ifadə yuxarıdakı ifadədən fərqlidir. Yuxarıdakından biraz fərqli nədir burada? Bax. Görürsünüz, buradakı funksiyalar necə funksiyalardır? Müxtəsər də mənim olacaq. Hepsi de eyni. Bunlar eyni funksiyalar. Görürsünüz də. Bu misalda mən sinus alfanın yerinə x qoysaydım, hamı başa düşər. Sinus alfanın yerinə x qoysam, bu misal necə olur? X kvadratı çıxaq 5x 1 6. Oldu çox addan vuruqla ayrılması xəstənin kəsillərin ixtisarı. Kosinus kvadratının yerinə mən nə qoya bilərəm? Hə? 1 çıxaq sinus kvadratı. Niyə mən kosinus kvadratın yerinə qoydum, amma sinusun yerinə heç nə yazmadım? Çünki eyniləşdirmə eləməliyəm. Bu birlər neynədir? Ortaq vuruq nəyi çıxardım qabağa? Mənfi sinusu. Çıxarımda nə qalacaq? Sinus çıxılsın 2, mənfi çıxardım. Bunun kökləri neçə idi? 2 ilə 3 olmayan necə vuruqları ayırırsan? X çıxılsın 2, bir də nə yazmalısan? X minus nə yazmalısan? 3 yazmalısan. Biz dedik axı nəyə x demişik? Bunu sizə sinus yazaq. İxtisar gedir onunla. Bunlar gedir. O mənfi də yuxarı dəyişəcək. Olacaq 3 çıxaq sinus bölünsün sinus. Haradadır? Deyil. Vuruqları ayırmaq. Çətin bir şey deyil ki. 52-də nə edirsiniz? Nə təşrifiniz var? Deyin. Deyin bizə qoyun. Kotanec nə deməkdir? Kosinus bölünsün sinus. Orta məxrəc. Düzünə. Sürət. Çarpaz. Buranda sinus kvadratı. Bunu buna vuranda burat çox ədəsinə. Üstə gəlsin kosinus çıxılsın. Kosinus kvadratı. Sinus kvadratı bu mənfi kosinusudur axı. Mənfi kosinusu 1-ə vuranda mənfi kosinus edir. Mənfi kosinusu 1-ə vuranda müsbət 1. Toplanması sizə nə verdi? 1 çıxılsın nə? Kosinus. Bunlar da məxrəcdəki ilə gedir. 1 bölünsün nə qalır? Sinus. Əl üstə nə edirsiniz o cəmaat? Birinci çarpaz bölünür, sonra gəlir. Çarpaz vurub tənasüb edirəm. Düzdür? Çarpaz vursan necə olar? 3 sinus. Nəyə bərabər oldu? Kosinusla.
Nə xeyir oldu, yazdım, heç nə anlamadım da. Offset vermiyor. Nə, yenə nə qoyum ki? 3 sinüsü çıxardı qabağa. Kosinüsün yerinə demirəm, 3 səkən sinüsü. Təşrif olan var. Bəli. Cünət edərsiniz. Bəli. Kosinüsün yerinə həmin ifadəni qoyaq. 3 ortaq məxrəc çıxar da. Sinusun yerine kosinüs çıxılsın. Tamam, razılaşdık. Kosinüsün yerinə qoymaq istəyirsiniz. Kosinüsün yerinə bunu qoysaz və 3-ü də qabağa çıxarsınız, nə qalacaqdır? 1 səkən sinüsü. 1 sinüs bölünsün, 1 sinüs bizə nəyə verir? Etmə. Nəyə verir? Nə xeyir oldu? Sinüs arasında. Hər tərəfi mənfi olsanız. Bunu parçasını genə verər sənə. 1 bölünsün, parçalanma yazaq, tərsinə var ifadə. 1 sinüs x kvadratı kosinüs kvadratı. Hə. Yeyə bilərsiniz. Düşünün uşaqlar. Mən yoruldum, düşünəmirəm. Hə, dediniz ki, bu sualda 53-cü sualı yazmaq üçün nə etmək lazım uşaqlar? Mən dediyim falan, qoşmaq. Qoşmasına vurmaq lazım. Məxrəzin qoşması nədir? Bir çıxas sinüsün qoşması. Qoşma deyil, əslində sadəcə özümüzdən qoşuq da belə. 1 plus sinüsə vurduq, onu da vurduq 1 plus nəyə? Sinüsə. Məxrəz bizə nəyə verdi? 1 çıxas sinüs kvadratını. Bunu çarpaz vursaz, üst vurursun 1 üstəcənsin sinüs nəyə bərabər olar? Kosinüsda. 1 plus sinüs nə deməkdir bizim üçün? Kosinüs bölü 3. Kosinüs bölünsün 3 deməkdir. Demək gətirək, bu misalda deməli 1 plus sinüsün yerinə qoyacağıq. Oldu kosinüs vurulsun, kosinüs bölünsün 3. Məxrəzdəki ifadə bizə nəyi vermişdi? 1 çıxas sinüs kvadrat. Bizə nəyi verir? Kosinüs kvadrat. Bunlar da ixtisar etsə yerdə qalar. İşte bir kəsir bilməz. Belə yazma olardı da. Olar. Tamam, təsdiqini diləylə davam edək. 54 üçün nə düşünürsünüz? 54 üçün nə düşünürsünüz? Bunun üçün bunun üçün bilməlisiniz. Allah azalsın ki, bunu bilmə varam. 5 artıqdır. Ay yaşa. Tangens nə deməkdir? Sinüs bölünsün kosinüs kvadrat deməkdir. Bu düsturdur. Bu düstur mənim yadımdan çıxıb. İmtahanda necə xatırlamalıyım? Sadəcə tangens açmalıyım. Bəsit bir şey. Tangens nə deməkdir? Sinüs bölü kosinüs kvadrat. Orta məxrəc. Çarpaz vursan, hə? Çarpaz ona nə verir? Kosinüs kvadrat, bir sinüs kvadrat bizə nə verir? 1. Və kəsin bu ifadəsi məxrəci düsturuydu. Əlavə anında 1 bölü kosinüs kvadrat. Bəs bu bizə nə verir? 1 bölü sinüs kvadrat. Tərsinə çevirmə oldu da, düzdür? Kəsin süsətinə. Sən bunu buna böləndə bu qalıb tərsinə çevrilir. Tərsinə çevrilən nə oldu? Kosinüs kvadratı vurulsun. 1 çıxaq nədir? Tangens. 1 çıxaq tangens. Tangens özü nə deməkdir? Lazım olacaq. Üstə gəlirsin. O birisi nə olacaqdır? Sinüs kvadratı. 1 üstə gəlirsin. Kosinüs sinüs. Belə yazmaq bizə nə qədər xeyri var? Vurub açaq deyirsən, razılaşdıq. Vurub açsan, bəlkə mətəzlərin səsini sadələşdirək sonra. Uşaqlar, bu ifadə... Mən belə baxanda bir dəfə çıxmasıdır. Açanda nə verir sizə? Kosinüs kvadrat çıxılsın. Bunun biri gedir, getmir. Nə qədər? Kosinüs sinüs. O birisinin açanda nə baş verir? Ev yox. Sinüs kvadratı biri gedir, sinüs kosinüs verir. Verir, vermir bu ifadə. Deyir ki, bizə nəyə verdi? Bunlar da getdi, yerdə qaldı elə bir. Çox səhət normal, belə deyirdir. Sadəcə açısında şaxlar, kosinüs bıraksınız. Oldu, olmadı. Hardan başladıq? Bu ifadənin düstur olduğunu anlamağa başlayandan sonra məsələ bitir. 55-i əslində mən size az öncə izah eləmişdim. Uşaqlar, siz bunu əzbərləməlisiniz də artıq. Sinüs 2 alfa nəyə bərabər oldu? Sinüs 2 alfa. Aha. Bəs sinüs kvadratı 2 alfa nəyə bərabər oldu? 4 vurulsun sinüs kvadratı, x vurulsun kosinüs kvadratı. Misalda şifa yazması bunu əzbərləyin. Orta məxrəc. Məxrəc olar düzünə. Düzünə dediyin nədir? Sinüs. Süzət necə olacaqdır? Çarpaz. Məxrəcdəki ifadə bu ifadənin bir hissəsidir, amma tam deyil. Yəni, düstur etmək üçün nə eləməliyəm? Süzətlə məxrəci 4-ə vurmalıyım. 4-ə vursa məxrəcdə nə yaranacaqdır? Məxrəcdə yaranacaq uşaqlar. Sinus kvadrat neçə oldu? 2x. Qəşəng. Uşaqlar, bu 0-dan 1-ə nə edir bu ifadə? Gedir. Qulaq asın. Biz məxrəcə hansı qiyməti yazsaq, bunun ən kiçik qiyməti alınır. 1-i yazsaq, 0-ı yazsaq. 0-ı yazanmayazsan, amma izah edəcəm. 1 qoysan, 1 bu ifadənin nəyidir? 1 bu ifadənin ən böyük qiymətidir. Düzdürmü? 2 qoyarıq ki, 4 qoyarıq. Bir dənə səbirli olaraq bunu izah edeyim. 1 qoysaz, 1 bunun ən böyük qiymətidirsə, 4-ü 1-ə bölsəz, burada alınan qiymət, ən kiçik qiymət olar, ən böyük qiymət olar. Ən böyük qiymətidir. Məxrəcin ən böyük qiyməti kəsin ən kiçik qiymətidir.
4-ü 1-ə bölsəz 4 alınır. 4 bunun nəyi olacaq uşaqlar? Ən kiçik qiyməti. Məxrəc sıfıra doğru getdikcə qiymət neyinirdi? Limit keçmişsiniz. Limit en yaxınlaşır sonsuzluğa. 1 bölünsün en ifadəsində. Məxrəc sonsuzluğa doğru getdikcə qiymət neyinir uşaqlar? Azalır. Uşaqlar, məxrəc artanda azalır. Məxrəc sıfıra doğru getdikcə 1 bölünsün en ifadəsi sonsuzluğa doğru neyinirdi? Artırdı. Deməli, bu məxrəc sıfıra doğru gedəndə, mən bilirəm ki, 4 bölünsün sıfırın mənası yoxdur. Amma limit olaraq düşünəndə, azalma kimi düşünəndə, məxrəc get-gedə kiçildikcə o kəsirin qiyməti artacaq. Olacaq C variantı. Belə, bloklar üçün keçək sual. Olacaq, olmayacaq. Hər tərəfi... Limit təşkilələyəcək, narahat olmayın. 56 nə edirsiniz? Hər tərəfi... Təmiz nə deməkdir? Kosinüsün nəyinə? Kubuna. Hər tərəfi kosinüs kubuna böləcək, sanacaq. Ən böyük qiymətini tapın. Bu faydanın müsbət sonsuzluğa doğru gedir. O zaman ən böyük qiyməti yox. Aydındır, artı gedir. Məxrəcin böyük qiyməti. Məxrəcin ən kiçik qiyməti, məxrəcin biz tapdıq ən böyük qiymətini. Məxrəcin ən böyük qiyməti kəsirin ən kiçik qiyməti. Biz o kəsirin ən kiçik qiymətini tapa bilərik neçədir. Bu ifadənin ən kiçik qiymətini, amma ən böyük qiymətini tapması mümkün deyil. Biz bunu yəqin ki, koşuya falan da əlaqələndirə bilərik. Koşu ilə də düzələr uşaqlar. Bunu limitlə əlaqələndirdim. Koşu ilə daha rahat çıxmaq olar vəziyyətdən. 57-də nə edirsiniz? Bunlar nə? Seçin. Rəqəm, dillər. Buyurun. Ortaq məxrəc. Mümkün deyil. Burada sizin keçidlərə ehtiyacınız var uşaqlar. Bu düstur məsələyə baxır. 57. Tamam. 57 ilə bağlı 2 qat arqument məsələləri var. Onu mən sizə izah eləməliyim. Hardan bildim 2 qatdır? Sualı birinci dəfədir görürəm mən də sizin kimi. Sadəcə diqqətlə buna baxıram. Bunlardan biri o birisi nə edir? 2 qatıdır. Demək 2 qat arqumenti keçid eləməliyik. 2 qat arqumenti keçib sonra deyim də bunu sizə. Onu qatmayım ikincinə. 58 nə edirsiniz? Standart sualdır. 58 nə eləmək var? Mənə orta mərz qəti deməyim. Başqa nə istəyirsin deyin. Kosinüs kubu necə yazmaq olar? Kosinüs kvadratura kosinüs. Ne demək istəyirəm? Hə, ayırmalıyıq da onları. Kosinüs kvadratına ilə nə qoyarsan? Kosinüs kvadratı üstə gəlməsini, kosinüs bölünsün sinüs alfa. Kosinüs kvadratı ilə bir çıxas sinüs kvadratı qoyma olacaq, olmayacaq Məhəmməd. O bir çıxas sinüs kvadratı necə asılacaqdır? Bax hələ. Bir çıx nə? Sinus, bir çıx pirisinus. Yəni tənbəl variantı yazaq, ən asan variant. Pirisinus getməlidir. Gedir, nə qaldı? Bir çıxas sinüs. O birisi sən nə edəsən? Sinüs kubu nə yazarsan? Sinüs vurursun nə? Sinüs kvadratının özünə nə qoyarsan? Bir çıxas kosinüs kvadratının özü nə deməkdir? Belə yazanda bunlar gedir, yerdə nə qalır? Çıxılsın, sinüs vurulsun, bir çıxılsın kosinüs. Açarsan oxşar bilə istilah edəcəksən, gedəcək. Yəni biz o misalda kubu kvadrata gətiririk ki, kvadrat da düstura gelsin. Başa düşdünüz? Səhət normaldır. Yəni 59-da nə? Aha, 59 bəs. 59 nə demək olar? Hardan başlayarsınız? Tangens bax, adam üzrə necə baxır? Tangens deyir ki, açıqlara. Sinüs bir kosinüs olsa, sinüsü sinüsə vursan, bir çıxas sinüs kvadratı, 3 vuraq kosinüs kvadratı üstə gəlinsin, 3 vuraq sinüs kvadratı. Ortaq vuruğa çıxarsan, nə qalır? 3 plus 2, 5. Şəhət normaldir. 60-da nə edirsiniz? Eyni şey deyilmi? Bəli. Nəhayət, bunu bitirəcəm inşallah. 2 dənə bölümü geçsin. 61-də nə edirsiniz? 61-i. Hər tərəfdə bunu olan yeri kvadratı işləyir. Mən sizin yeriniz olsam əlavə müxtəsər apararım. Tangens plus kotangens. Əlavə müxtəsər nə vaxt istifadə edirik? Toplama ilə vurma bir yerdə verilərsə. Toplama var, amma vurma yoxdur. Mən niyə istifadə edirəm? Çünki bu sistemdə Çünki vurmanı, bəli, desələr də, deməsələr də, bilirəm ki, vuranda nə verir? 1. Toplama ilə vurma bir yerdəsə əlavə müxtəsər. Üstü necədir? Çıxılsın, 2 vurursun, nə? Tangens vurursun, kotangens, tamam. Tangens kotangesin yerine qoyacaqsan. 4 kvadratı çıxılsın, 2 vurursun, 1. Oldu, olmadı. 60-ı nə eləyərsə? 60-ı əslində indi izah edirəm də mən sizə. Nə dedim? Kvadratı nə deməkdir? Bir çıxaq, nə deməkdir? Kosinüs kvadratının özü nə deməkdir?
Aha. Bəs o birisində sinus kvadratı nə deməkdir? Bir şey üçün. 1 çıxaq kosinus kvadratı nə deməkdir? 1 çıx 1 plus. Nələr getdi? Всё. Bunlar da getdi, qaldı 2. Toplama aiddir. Qeyd bir şey var. 2 alınız. 63 getdi. 1-lə 1-i. 64-də nə edəcəksiniz? Az öncə izah elədim. 64-də dedim ki, bura bax, bir də bura bax. Yəni nə? Kuba gətirib əlavəyə bağlayacaqsınız. 3 AB var orada ona görə. Bildiniz nə 2-nin dedim? kubu yazırıq. Bəli, 2-nin kubu yazmalısan ki, əlavə müxtəsərdən istifadə edəsən. 65-də nə edəsən? 3 bucaq. Çünki tangesin 2-də 1 qiyməti mən bilmirəm. Bəs tanges 1-ci, 3-cü rübdə müsbət alır. Axı 3-cü rübə 3-də kosinus mənfi olacaqdır. Rübü niyə verməyiblər? Kvadrat var, rübün əhəmiyyəti yox. O birisi suallarda rüb var da, baxırdıq mənfiyə. Burada mənfinin müsbətin əhəmiyyəti qalmır. 66. 3 bucaq. Gəldi buradan uşaqlar, nəhayət bitirəcəm. Hə. Bu nədir? 1. Yəni nə? Bəli, tangens alfa ilə bunu deyirsiniz də, hə? Kotangens alfanın hasili 1. Burada vurğu alfanın üstünə düşür. Yəni alfalar nə olmalıdır? Bərabər olmalıdır. Düzdür elə? Bunları bərabərləşdirirəm, kvadrat əmlikdir. Bunları bərabərləşdirirəm. 2 dənə qiymət tapıram, naturalı seçirəm. Çətin olmayacaq. Açsam tərəfə nə verirdi? A kvadrat çıxaq 4, A çıxılsın neçə? 12 bərabər 0-a. Köklər neçədir? -2, 6. Cavab aldım. 68 yəqin ki, aydır. Bəs 68 nə deyir? Amma cəminin 1 olması üçün də bunların olması lazımdır. Eyni bucaqlar olması. Yenə bərabərləşdirirəm. Tangeslə kotangesin hasilində 1 olur. Sinusla kosinusun kvadratları cəmində. 69-da nə yaşayacaq? Ən yaxşı 3 bucaq qoyub yerinə hesablayalım. Uzaq baş 4 də vuracaqda nə var ki? 70-də nə yaşayacaq? Bax, yadda saxlar ki, rasional kəsrlərin ixtisarında heç vaxt əlavə müxtəsərdən istifadə eləmirik. 99 var əsas müxtəsər. Bunu əsas müxtəsər eləməliyəm ki, ixtisar geçsin. Yerdə qalan sizləri saxlayacaq. Asıl ki, nə verir? Tanges çıxaq kotanges sonra. Bəli, tangesin kvadratı. Bundan hansı nə verəcək bizə zaten? 1. Üstəcənsin nə oldu? Kotanges kvadratı. Bunlar getdi axı. İstəsən, indi əlavə nə elə? İndi əlavə. Tanges kvadratı nə deməkdir? Sən var ehtiyac. Onda sən gəlib belə kvadrata yüksəldəsən, sonra yerinə qoyasan. Yüksəlməsi nə verirsə, bir də hansın? Tanges. Elədi neçə? Elədi 9. Onsuz da bu ifadənin şey deyil. Demək o da cavab neçə çıxır? Kvadrat yüksəlməsində 9. Oldu. 71-i nə edirsiniz? Kotanges açarım. Kotanges necə açılır? Sarpaz vursan. Mən harada kosinus görsəm, yerinə nə qoyum? Sinus kvadratı qoymağa nə xeyir olacaq sənə? Qabağa nə çıxardırsan? Mənfi çıxaranda nə verəcək mən tərzənin içərisi? 1. 4-dən də 1 çıxanda 72 ilə niyəsiz? 70, buraxı sualdı 70-ə. Son ilə buraxı sualdı. Gözləyirəm. Birincinin kvadratı yüksəldirik. Sonra birincinin kvadratı yüksəldirik. O 1. Sonra da orta məhdəsindən 2 dəfə verirlər. Bir dəfə nə edirlər? Kvadratı yüksəldirir. Kvadratı isə nə verir? Tanges kvadrat üstə gəlsin, hasillər üstə gəlsin, kotanges kvadratı bərabər 9-a. Elədi 7. Bir də dediniz ki, bunu açırlar. Bu necə açılır? Sinus kosinus sonra orta məhdəs. Olacaq. Sən buranı hesablamalısan, ehtiyac var. Aslında şey, sarpaz vur. Sarpaz vuran da bizə 1 verir, vermir. Neçə elədi? 3. Ortanın yerinə nə qoyasın? 3. Qıraqların yerinə 7, çıxılsın 3. Çıxmadı, çıxma işarəsi var. Başa düşüldü. Ey Allah. Oy. 73-cü nə edirsiniz? 73-cü. 300 altı mən başqa işin görəm. Bir qiymət olacaq uzaqdır. Burada bir qiymət yoxdur. Ağlımıza gələn birinci kvadrat yüksəltmək. Kvadrat kosinus 2 altından asılı olmalı məndə. Kvadrat yüksəlməsi nə verir? Sinus kvadratı, first kosinus kvadratı çıxılsın nə? 2 vurursun, sinus vurursun. Kosinus neçə bərabər oldu? 2 böl 7, yoxsa 4 böl 7. 4 böl 7. Gərgə hara verir? Bizə nə verir?
1. Atsam bu tərəfə 1-dən 7-də 4 çıxana qədər qalır. 4 bölü 2 çıxır. 7-də 3 bərabər oldu. 2 vurursun, sinüs vurursun nəyə? Kosinüsə. Bölü 2 yazıram. Gəl belə bir iş görək. Bu bizə nəyi verir? Eləmə, qəti şəkildə onu eləmə. Sinüs 2 alfanı verir. Demək, sinüs 2 alfa nəyə bərabər oldu? Sinüs 2 alfa bərabər oldu, 3 bölünsün 7-yə. Yox. Kotanjens deyil, sən dərsinə çevirirsən. Bu bucaqlar eyni bucaqlardır, fərqli bucaqlardır. Eyni bucaqlar. Eyni bucaqlara gəlibsə, indi iş bucaq eləyə bilərsən. Bəs əvvəldə niyə iş bucaq eləyənmirdin? Biri alfa idi, biri 2 alfa. Bucaqlar eyni bucaqdır, iş bucaq eləyə bilirsən. Sinüs nəyə nisbətdir? Deyin yazaq. Qarşı katet nə qədər olmalıdır? Bura 2 alfa yazmalıyım da, 2 alfa ritminə görə. 3, bura nə yazmalıyım? 7. Pifaqoru çağır gəlsin. 49, 9 nə verdi? 40. Düzdürmü? Bəs kosinüs 2 alfa nə olacaqdı burada? Kosinüs 2 alfa nə olacaqdı? Aha. 7 vurursun. Kök ətdə nə? 40 bölünsün. 7 bağlanmışdır bir dənə yekək kvadrat. 7-lər geçsə kvadratda geçsə qaldı. Biz neçə keçid elədik? Hə, kosinüsün düsturu var, düz deyirsiniz. Düstur bilmirəm onu. Nəyə mən lazım şu bucaq bilirəm də. Şu bucaq rahatdır, ora keç, bura keç. Başa düşüldü məsələnin gedişatı. Bu da yeni sualdır, keçən suallarda yox idi. Gəldi nəhayət 7-4-ə. 7-4-də nə edə bilərsiniz? Deyir, x-i 0 verildi. X bu araqdadır. Yəni neçəncürdür? 0-dan 90. Birinci. Yəni birinci. Birinci də bu işarəsi nədir? Bu da müsbətdir. Bu misalın cavabı nə olmalıdır? Tamam, onu anladıq. Bəs bu misalda nə qədər, necə düşünə bilərsiniz? 1 verib də 0 yox. Hə. Çarpaz vurma olar, olmaz. Çarpaz vursaz nə alarsınız? 4 bulaq kosinüs nəyə bərabər oldu? 2 vurulsun, kök ətdə 5 vurulsun, nə oldu? Oldu sinüs. Bu ifadə neçəyə bərabər uşaqlar? Bu ifadə də bərabərdir. Aya, bizdən anı soruşur. Düşünün, anı nə tərəf tapa bilərsiniz? Deməli, 74-cü sualda. Hə, düz yazır. Söhbərsən, öyrənirəm yavaş-yavaş. Çarpaz vura bilərik də. Çarpaz vursaz nə baş verir çarpaz vurunda? 4 vurursun, gedişata baxın. Kosinüs x bərabər oldu. 2 kök ətdə 5 vurursun neçəyə? Baxırsınız sinüs x-ə. Hər tərəfi ikiləri ixtisar elədim. Burada nə qaldı? 2 qaldı. Bir tərəfdə sinüs, bir tərəfdə kosinüs qalıbsa, mən hər tərəfi uşaqlar bu ifadəni tanjensə gətirməyə çalışıram. Tanjens nə deməkdir? Sinüs məsəl kosinüs. Onca mən hər tərəfi nəyə bölürəm? Hər tərəfi kosinüsə bölürəm. Kosinüsə böləndə sol tərəfdə nə qalır? Qalır 2 bərabər oldu nəyə? Kök ətdə 5 vurulsun nəyə? Tanjens x-ə. Buradan tanjens x-i tapmağa çalışıram. Tanjens x nəyə bərabər oldu? Tanjens nə deməkdir? Tanjens qarşı katetin bitki katetə nisbəti. Qarşı katet budur, bitki katet budur. Pifaqordan tapsan nə qədər eləyər? 3 eləyər. Deyirəm ki, mən artıq A-nı hesablamaq istəyirəmsə, bundan istifadə edeyim də. Nə yazım? 2 kök ətdə 5 bölünsün. Kosinüs nəyə nisbət edir? Bitkiyin betonuza nisbət. Nə yazmalıyam? Kök ətdə 5 bölünsün. 3 bərabər oldu neçəyə? Bundan keçsə 2 ilə çövrürsün. Aydın oldu. Keçid qaydası nə oldu uşaqlar? Üçbucaq qaydasından istifadə. Bu da yeni sualdır, görməmişdim keçən. 74-dən sonra gəldim 7-5. 7-5 nə edəcəksiniz? İndi izah elədim. Ətəmi kvadrat çəkirsən. Müxtəsər. Əlavə müxtəsər. Tanjens plus kotanjensi nəyi? Kubu çıxılsın. Tanjens vurulsun nə? Kotanjens bir də vurulsun. Tanjens plus kotanjensin yerinə qoyacaqsınız. 3. Vurmanın yerinə 1. 76 başa düşüldü. 77-78 2 dənə sual. 77-ci sualda bizə nə deyək ki? Verilən tənin hizə tənlikdir. Kvadrat. Bunlar bu tənin nəyidir? Kvadrat tənlikdən köklərdən danışırsa, nədən danışır? 7-dən danışır uşaqlar. Düzdürmü? 7-ə görə x1 üstəgənsin x2. Geçək baxın. Yazaq. Sinüs plus kosinüs bizə nəyə verir? P bölünsün 8-i verir. Vayt. Kökləri hasilə bizə nəyə verir? Sinüs vurulsun kosinüs. Kosinüs vurulsun 8. Bərabər olacaq neçəyə? 3 bölü 8-ə. Az öncə bir qayda dedim sizə. Nə dedim? Kvadrat. Bəli. Cəmin hasil bir yerdədirsə, cəm olansından hər tərəfi nə edirəm? Kvadrat yüksəldirəm. Kvadrat yüksəlində baş verir. Sinüs kvadrat plus kosinüs kvadrat üstəgənsin 2 vurulsun, kosinüs vurulsun. Sinüs bərabər oldu nəyə? P kvadrat dönülsün 64-ə. Qulaq bizə nəyə verdik? 2 vurulsun. Bəs bizə nəyə verəcəkdir? Mənfi 3 bölünsün 8 bərabər oldu. P kvadrat bölünsün neçəyə? 64-də. Çıxanda nə verəcək sizə? 2-dən 8 yerləri nə qədər qalar? 4-də 100. 1-dən 4-də 100 çıxanda nə qədər qalacaq? 4-də 1. Düz yazdım görəm.
Baxın görün elə. 1 çıxılsın ki 8 yesə qalar 4, 4-də 3 çıxanda belə 4-də 1 var. 4-də 1 bərabər oldu nəyə? P kvadratı böl 64-də. Çarpaz vursan P kvadratı bərabərdir 16-ya. Nəyin kvadratı 16 eləyər? Müsbət mənfi 4, müsbət deyirsə biz nə götürəcəyik? Müsbət qiymət. Demək cavab oldu P bərabər 4. Ətraflı sual verir. Çətin olmadı ki. Bu oldu neçənci bölmə uşaqlar? Bu da oldu bizdə 2-ci.